Dəyərli izləyicilərimiz, bugün İsa Peyğəmbər haqqında danışacağıq. İsa Peyğəmbərin həyatına, Qurana əsasən işarə edəcəyik. İsa Peyğəmbər Yəhudi qövmündən olan və İsrail oğulları üçün göndərilmiş bir peyğəmbər idi ki, həyatı haqqında Qurani Kərimdə, mübarək kitabımızda yetərincə ayələr var və o ayələrə bir balaca işarə edəcəyik. İsa Peyğəmbər haqqında Ali İmran surəsinin 59-cu ayəsində Allah Teala buyurur ki, həqiqətən də Allah nəzdində İsa'nın misalı Adəmin misalı kimidir. Allah onu torpaqdan yaratdı, sonra ol dedi, o da dərhal oldu. Və ardınca Allah Teala buyurur ki, kitabda Məryəmi də yad et. Biz o zaman o ailəsindən ayrılarkən şərq tərəfdə bir yerə çəkilmişdi. Beləcə Məryəm onlarla öz arasına bir pərdə qoymuşdu. Biz də öz ruhumuzu onun yanına göndərdik, yəni Cəbraili onun yanına göndərdik və ona tam bir insan surətində göründü Cəbrail. Yəni Həzrət Məryəmə tam bir insan surətində görünür Həzrət Cəbrail. Məryəm xanımımız qorxur və deyir ki, Allahdan qorxursansa mənə yaxın gəlmə və mən səndən Allaha sığınıram deyir Həzrət Məryəm ona və Cəbrail əleyhissalam Allahın sözünü ona çatdırır. Deyir ki, həqiqətən də mən sənə tərtəmiz bir oğlan uşağı bəxş etmək üçün Rəbbinin elçisiyəm. Həzrət Məryəm Cəbrail əleyhissalama deyir ki, mənə bir insan toxunmadığı halda və iffətsiz olmadığım halda necə övlad sahibi ola bilərəm, necə uşağım ola bilər? Cəbrail əleyhissalam da deyir ki, belədir. Ancaq Rəbbin buyurdu ki, mənim üçün asandır hər şey. Biz onu insanlar üçün bir möcüzə və tərəfimizdən bir mərhəmət mənbəyi edəcəyik. Bu əzəldən qərar verilmiş bir işdir. Məryəm surəsi 16-cı və 21-ci ayədə bu sözlər öz əksini tapır ki, Allah Teala Həzrət Məryəmə ana olacağı müjdəsini Cəbrail əleyhissalam vasitəsilə verir və bu Həzrət İsa'nın əslində möcüzələrindən biri idi ki, onun atası olmadığı halda Allah Teala onu anasının bətnində qərar verir. Sadəcə bir ruh olaraq Cəbrail əleyhissalam onu üfürür və həmin övlad onun bətnində yer alır və beləliklə dünyaya göz açır.